Deməli, axşam həyətimizə ilan girib, hardasa 4-5 saat biz evdə olmamışıq. 4-5 saat dobermanlar, imkan verməyib tərpənsin, qorxub yazıq. Açığı mən qorxdum ki, dobermanlara birdən sancar. Nəysə evə gələndən sonra evdəkilər dedi sakitləşibdir. Baxdım kənarda durub, Droqodan qorxur. Yazığım gəldi, təbii ki, öldürməyə icazə vermədim. Evdəkilər təklif elədi ki, bəlkə öldürək. Öldürməyə icazə vermədim. Əslində mənim ilan fobiyam var, yəni sürünənlərə qarşı fobiyam var, amma empat hissim fobiyama üstün gəldi. Çox yazıq-yazıq baxır idi və şirin idi. Heç nə, dobermanla Bagiranı saldım içəri və kənara çəkildim. O çıxdı getdi. Darvazanın altından çıxdı, öz yoluna getdi. Yəni zərər vermək istəsə mən düşünürəm verərdi, itləri sancardı 4-5 saat ərzində biz evdə olmadığımız müddətcə. İtlərdən çox qorxmuşdu. Yəni Bagira ilə Droqo oturmuşdu onun yanında, o da yazıq fırlanıb qalmışdı. Hə, heç nə getdi. Yəni mənə zərər verməyən ilan 1000 il yaşasın məntiqi ilə yaşayıram. Mən sadəcə özümü qorumaq məqsədi ilə hər hansı bir heyvana ziyan verə bilərəm. Mənə dəymirsə mən heç bir heyvana ziyan vermirəm.